Hər kəsə salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bu gün mövzumuz saxta kriptovalyutalarla əlaqəli olacaq. Yəni ki, bir çox mənə gələn mesajın üzərindən bu videonu çəkirəm. Yəni ki, bu sonuncu bu haqqda danışacağımız videodur. İlk öncə bunu hamımız dərk etməliyik ki, pulun saxtası olduğu kimi əlbəttə ki, kriptovalyutaların da günümüzdə saxtaları var. Və bu saxta kriptovalyutaları sizə müxtəlif yollarla, müxtəlif qruplar vasitəsilə və ya müxtəlif YouTuberlar və ya Twitter'da olan insanlar vasitəsilə bu saxta kriptovalyutaları aldırırlar. Siz də heç nəyə təbii ki, baxmadan araşdırıb, necə deyim, nəyisə bilmədən gedib yatırım edirsiniz ki, 5-dən 3-dən nəsə qazanaram. Əslində dostlarım, məsələ çox amma çox sadədir. Bugün gördüyünüz kimi CoinMarketCap-də belə bir valyuta var. BlackRock adında valyuta var. Artıq siz bu tərz qrafik ilk öncə saxta kriptovalyutaları anlamaq üçün deyirəm. Bu tərz qrafik gördüyünüzdə artıq bilməlisiniz ki, bu dalğa qrafiki nədir? Konkret olaraq bu kriptovalyuta skam deməkdir, gördüyünüz kimi. Və ya belə bir necə deyim, qrafik gördüyümüzdə burada da baxın, eyni qrafikin bənzərdir. Bunu ilk öncə ağlımıza yazarıq, biləyən ki, yəni artıq bunun qrafikin bu şəkildə görəndə heç yoxlamağa da ehtiyac olmur. Nə deyirik? Bu valyuta skamdır deyirik. Gördüyünüz kimi dostlarım, burada məsəl üçün qiyməti 5.0-dan nə qədərə 0.09-a qədər yüksəlir və ondan sonra təkrardan düşüş yaşayır. Sonra təkrardan bir yüksəliş, sonra təkrardan bir düşüş. Yəni ki, bu adamlar buna gördüyünüz kimi günlük volüm yarada bilməkləri üçün 5.000, 10.000 dollar pullar xərcləyirlər. Yəni bu da nə deməkdir? Demək ki, belə bir valyutalarla insanları aldada bilirlər. Aldada bildikləri üçün də hər gün baxın, gün ərzində volümlərinə, yəni volüm yaratmaq ortalama 3.000-ə, 5.000 dollara düşünün ki, burada 6-7 milyon dollarlıq volümlərdən gedir söhbət. Yəni ki, adamlar bu 5-10 min dollara hər gün çıxarda bildikləri üçün artıqlamasıca ona görə bu tərz saxta volümlər yaradırlar. Gördüyünüz kimi valyutanın qrafikinə artıq bax bu qrafiki yaddaşıva sal. Yəni qrafikinə baxdığımızda bilirik ki, bu skamdır. Eynən məsəl üçün İndi sizə göstərəcəm, bu valyuta yenidir. Bax, bu valyuta kimi. Düzdürmü dostlarım? Bax, məsəl üçün bu valyuta. Bu valyutaya da baxırsan, günlük volümü 23 milyon dollar göstərir. CoinMarketCap gəlib bunun üzərinə yazmır ki, bu valyuta skamdır. İlk öncə bunu biləsiniz. Biz indi isə qısaca bunun skam olub olmadığını yoxluyuruq. Belə baxırıq ki, valyuta 6 sentdən yüksəlib 21 sentə qədər. Burada da market cap'ini 19 milyard görürük. Yəni onsuz da buna baxanda artıq biz şübhələnməliyik. Nəysə, bunun baxın, burada kontrakt bölümü var. Bunu kopyalayırıq, kopyaladıq. Və bir valyutanın skam olduğunu konkret başa düşməyiniz üçün Dextols, yəni burada Dextols görürsünüzdə saytın. Dextol.io-dan giririk, bayaqki kopyaladığımız kontraktı baxın, yapışdırırıq bura. Gördüyünüz kimi valyuta gəldi və burada denetim sözü var uşaqlar. Baxın, bu nədir? Bunun üzərinə vururuq. Burada gördüyünüz kimi dolandırıcılığı falan hamısını yazıblar. İndi məndə türk dilindədir. Yəni ki, qısaca bu valyuta honeypotdur. Yəni nədir bu? Bu günlərim, məsəl üçün, biz bir valyutanı alarkən digərlərindən də nümunə çəkə bilərəm. Məsəl üçün, deyək ki, CoinMarketCap-ı açaq, Filecoin. Biz bir valyutanı alarkən onun qiyməti gördüyünüz kimi 2 dollar 30 sentdən 1 dollar 53 sentə, 1 dollar 40 sentə düşə bilər. Ancaq biz bu valyutanı istədiyimiz an sata bilirik. Ancaq təəssüflər olsun ki, bu tərz valyutalar aldığımızda biz bunu heç vaxt sata bilmirik. İstəyir bax, bunun qiyməti 30 milyon dollara da qalsın, 10 dollar deyək ki, buna yatırım etmirsən. O 10 dolların 100 min dollarda olsun, yenə də fərq etmir. Sən bu valyutanı sata bilməyəcəksən.
Başa düşdün? İndi bax buradan görürsüz aşağıdan necə də alım-satımlar gedir. Məsəl üçün bu şəxs 41 min dollarlıq aldı, bu şəxs 5700 dollarlıq aldı. Baxın yoldaşlar, istəyirəm mən bu günlərim kriptovalyuta paylaşım. Başa düşürsüz? Yəni fərq etmir. Mən Azərin belə bu gün paylaşdığı valyutanı hər zaman gəlin bax buradan yoxlayın. Buna diqqət eləyin. Əgər burada qırmızı işarəni görürsünüzsə, yəni konkret olaraq üzərinə vurun, yoxlayın, görəcəksiniz ki, burada vergi sözü var. Vergi nə deməkdir? Bu satış vergisi əsasən buna deyilir. Burada bu vergini 100% qoyurlar. Yəni ki, sən valyutanı istədiyin, necə deyim, belə deyim də 100 min dollarlıqda, 1 milyon dollarlıqda, 10 dollarlıqda ala bilirsən. Ancaq sata bilmirsən. Çünki niyə? Satış vergisi var. Satış vergisi 100% olduqda sən bu valyutanı həyatı boyu sata bilmirsən. Başa düşdün? Qısaca kontraktın üzərində, kriptovalyutaların kontraktları üzərində bu şəkildə oynayırlar. Yəni ki, bugün bu valyuta məsəl üçün Base network'ündə yaranıb. Bundan öncə baxdığımız valyuta BEP20 network'ü üzərində yaranıb. Yəni bu bütün networklərdə, şəbəkələrdə mövcuddur. İndi isə buna baxağın gördüyünüz kimi. Bunda da məsəl üçün eyni şeydir. Qırmızı işarə. Görürsüz? Burada baxırıq gördüyünüz kimi. Bax bu qədər sadə. Bu indi sizə bunu aldırırlar ha, məsəl üçün. Baxırsınız Twitter'dan və ya digər YouTube kanallarından falan gedin bu valyutanı alın. Bu hal-hazırda məsəl üçün bax bu tərz valyutanı sizə göstərirlər uşaqlar. Bu yüksələ gedir. Başa düşdünüz? Siz də gedin alın, qazanacaqsınız. Yəni bunu edirlər. Təəssüf ki, bu günlərim günümüzdə əqidəsini satmış insanlar əlbəttə ki, bu tərz skam valyutaları sizlərə aldırırlar. Baxın, təkrardan deyirəm yoldaşlar. Bu valyutanı ala bilərsən. Ancaq bu valyutanı sata bilməzsən. Onun üçün daima nə etməlisən? Buradan bax, kontrakt adresini kopyalayıb bu tərz DEX tool kimi sistemlərdə yoxlamalısan. Yoxlamalısan ki, aldanmayasan. Burada dediyim kimi pul qazanmaq, yəni çətin deyil. Yəni pul itirmək 2 vur 2-dir. Yəni əlinizdəki o 5-3 manatdan da müğayət olun ki, bu tərz axmaq kriptovalyutalarda əlinizdəki pullar batmasın. Təəssüf ki, dostlarım, yəni günümüzdə hələ də bu problemləri gəlib bizə yazan dostlarımız var. Bu videonu əsasən onlar üçün çəkirəm. Qısaca necə deyim, hansı şəkildə olsa bir valyutaya güvənə bilərik. İndi okey, proyekt falan araşdırmaq tamamilə bunun özü də ayrı bir necə deyim, iş tələb eləyir. Ancaq bu şəkildə bir və ya iki necə deyim, sarı işarə görsəz, bax bu PEP-dir. Onda almaq olar və ya digər birjalarda artıq varsa CEX birjalarından gedir söhbət. Orada da təbii ki, volümünə baxmalısınızsa, okey, ondan sonra da almaq olar. Yenə də deyirəm, günümüzdə bundan ciddi şəkildə əziyyət çəkən, yəni ziyan çəkən insanlar çoxdur. Yəni çalışın bu şəkildə göstərdiyim qaydada adi bir şeydir. Yoxlayın və yoxladıqdan sonra yatırım edin. Bir də bunu deyim ki, dostlarım sizlərə. İndi gəlib mənə bir çoxunuz bu məsələ ilə əlaqəli təbii ki yazırsınız da 3000 dollar məsəl üçün qoyduq filan valyutaya, bunu aldıq amma indi sata bilmirik. Eynən göstərdiyim qaydaydı. Və ya Azər hansı valyutalara yatırım edək falan. Deməli dostlarım, bir çoxuna bu sözü demək istəyirəm. Gəlib bu mənə şəxsdə yazırsınızsa 3000 orada itirdim, 5000 orada itirdim, nə bilim 4000 burada itirdim ki, düşünün ki, o gündəsiz, nə gündəsiz ki, sizə skam valyutalar aldırırlar, başa düşdünüz? Yəni biri var, hansısa valyutaya risk edəsən, okey. Yəni riskin gətirməyə, başa düşdün? Və ya biri var da ki, yəni risk etmirsən, riskin 5 qat, 10 qat, 100 qat sənə qazandıra. Başa düşdün? Yəni sonuçda bu nədir? Bu iş kriptovalyuta işi nədir? Riskdir. Və mən də VIP kanalımızda riskli valyutaları daha çox paylaşıram. Ümumiyyətlə bazarda gördüyünüz hər bir valyuta risklidir, yəni bu öz yerində. Ancaq nəyi demək istəyirdim əsasən? Bir çoxunuz gəlib yazırsınız ki, 3000 itirdim, 5000 itirdim, belə elə
Bundan sonra mənə qayıdıb deyirsiniz ki, yəni sizə deyirəm ki, bu aldığım valyuta skamdır. Mənə deyirsiniz ki, sən qardaş bu işlə məşğul olursan. İndi uşaqlar yazırsınız da, yəni bunu bir çox adam yazır. Bizə bəs bir valyuta məsləhət görə bilərsən. Mən birinci YouTube-da paylaşıram. Yəni yeri gəldikdə YouTube kanalımızda da əlbəttə ki, paylaşımlar edirəm və açıq Telegram kanalımız var. Orada da məsləhət bildiyim valyutaları yəni sizinlə pulsuz olaraq bölüşürəm. Ekstradan da bir VIP kanalımız var və VIP kanalında öz yatırım etdiyim valyutalarda bir-bir sizinlə bölüşürəm. Başa düşdünüz? Yəni burada yatırım edərkən mən də risk alıram, siz də risk alırsınız. Ancaq bu nədir? VIP kanaldır və VIP kanalda olanlar istəyir VIP kanala bundan sonra qoşulanlar hamımıza aiddir. Bilin ki, mən daha çox riskli valyutalara yönəlirəm. Hə, indi yerdə qaldı siz 3000, 5000, 6000 skam valyutalara yatırım edənlər. Bax, siz buradan hamınıza deyirəm. Gəlib mənə deyirsiniz, məsəl üçün falan valyutada 3000 dollar itirdim, göstərirsən ki, bax 5000 dollarlıq aldım. Məsəl üçün bu günlərim sata bilmirəm. Yəni bu əslində bir sözlə, yəni sənin belə deyim də tupoyluğundur. Mənə gəlib bunu deyirsən, okey, mən sənə deyirəm ki, bu skamdır. Düzdürmü? Və arxasıcan qayıdıb deyirsən ki mənə, bəs mənə növbəti hansı valyutan deyə bilərsən ki, buradakı itkimi çıxara bilim. Mən avtomatik sənə onsuz da öz təklifimi eləyəcəm. Birinci mal mənimdirsə pisləmərəm. Sənə deyirəm ki, VIP kanalım var mənim. Düzdürmü? VIP kanalımda öz inandığım valyutaları paylaşıram. Qayıdıb mənə deyirsən ki, VIP kanalına giriş pullandı. Deyirəm, bəli, giriş 100 dollardır. Qayıdıb mənə deyirsən ki, bahadır. Başa düşdün. Bax ha, long, paket, qoy belə deyim. Gedirsən skam valyutalarda 3000, 5000 dollar ağzıvı qaşıyırlar. Onların yiyələrinə durub bir şey deyə bilmirsən. Biz bu günlərin VIP kanal açmışıq və bunu pullu etmişik. Gəlib buna ağız burun əyirsən. Başa düşdün. Elə ona görə də bir çoxunuz daima bu kripto valyuta işində itirməyə, nədir dostlarım, məhkumdur. Başa düşdünüz. Mən yenə də deyirəm, mən bu kripto valyuta işində bugün itirərəm də, amma sabah bildiyiniz kimi o pulu artıqlamasıyla çıxararam da. Yəni ki, bir sözlə bu iş səbir işidir. Səbir edən hər kəsə xoş, bol qazanclar arzu edirəm. Səbirli olun. Yəni bu bazarın çöküşü kimi bu bazarın qalxmağını da biz dəfələrlə görmüşük. Ona görə inşallah ki, hər şey yaxşı olacaq. Sağ olun, hələlik.